Salamlar. Necəsiniz? Hara gedirik? İtaliyaya gedirik. Rezil olduk baba, rezil olduk. 17 Pro Max alıram, 14 Pro Max'ı verib. Az buna qoxur. Bizim uşağımız oğlan olacaq. Bir bok kokusu mu var? Əlimdən telefonu dartıb apararlar. Mən bunu qoyur, deyirəm ki, bundan istəyirəm. I got tiramisu and Greek yogurt. Dostlar, 33 yaşında. İzləyicilərimə də göstərək qız. Bunun qırıq olmayan versiyasını fitdim buradan. Diqqətli olun, əşyalarınız oğurlana bilər. Necə bir pomodorodur? Yarabbi şükür, yarabbi. İşte 300 manata yaxın pul xərclədik. Dostlar, dolandırıldıq. Bu nədir? Bunun yiyimi yaman zəifdir. Yaman. Ne içiyorsun yurda? Teyzəm yaman gelir mənə. Sağ ol teyzəm. Bax görsüz bunları. Ələ içməsən. Bunlara bax sən. Anne. Mayonez alırsınız. 2 manat 70 qəpik. Anam. Leyla xanım, sizi çox sevirəm. Təşəkkür edirəm. Ay Leyla adına qurban olun. Dostlar, hava limanına gəldik, gəlməyin hə. Bunları vuracam. Mən bunlar hər dəfə niyə yoxdur ki, məni tutursaq hamı keçir, mən bu qırağa çəkir ki, sən gəl bura permitini ver, pasportunu ver, nə bilim. Baxır sonra deyir ki, hə gəl. Dostlar, bir dəfə ağırlandıq, çantamızı bura qoyduq. Amma nəqliyyatımız Parisin gününə düşür. Nəqliyyat Çaroxdur, bir dənə İtalyandan soruşdum. Dedi, qırmızı aparat var. Ona Çarox udar. Bəli, var, düz deyil. Amma Çarox oxunmur ora. Neyse, düşən metrodan sonra bir də tramvayımız var, 3 nəqliyyat vasitəsi. Amma Parisdə 2.50-55 ildir, deyəsən euro, burada 1.50-dir. Şükürlər olsun. Allah bu ChatGPT-nin də bəlasını verməsin. Məni yanlış yönləndirir. Məncə 1.50 euroya 3 nəqliyyat vasitəsi dəyişdirərək gedəcəyim yerə aparardı. 1.50 aldıq, oxunmadı. Təzədən 1.50 kartla vurduq. Belə Apple Pay ilə ödədik. Metroya gəldik, həmin çağır dedim, oxudum. Çağır deyir ancaq avtobus üçündür, metroya olmazmış. 1.50 də buradan, 4.50 indiyə kimi çıxıb, şükürlər olsun. Hələ bu bizim ikinci nəqliyyatımızdır. Bundan sonra biri də var. Bilsəm Terminiyə tərəf gedərdim, 4.20-yə bir dənə qatar, bir dənə avtobus idi. 3 dənə dəyişirəm, nəinki Terminin görməyim, bir də 1.50 ucuz idi da, onu eləyirdim. Xəsis 2 dəfə xərcə düşər. Nəysə, qatarımız gəldi, minək gedək, bomba. Bu nə kirdir ha, bu qatarın kirinə bax. Dostlar, donuram yəni. Dabana qüvvət, çünki bir də 1.50 vermək istəmirəm ona. Ay Allah, mən donuram bu qaçışına bax, eşqotikdə zatda gəzir. Yarım saatlıq yol, daha yürüyən 700-800 kilometre yayan yolum var. Dostlar, saat 10'dur. Bir də bu şəhərə baxın. Heç kəs yoxdur, heç kəs. Necəs dostlar, deməli, axşam saatında bizim qarnımız acdı. Səsküyə bax, belə şey yoxdur. Gəldik bura, bir dənə qəşəng pizza verdik, bir dənə də bundan verdik. Görək baxaq, necədir. Bunu içməmiş kimi davranır. İçdiyim ən qəşəng ikinci pivə budur deyə bilərəm. Adı Bikini Revolution bu gəlir deyəsən. Oyda nə baxadı? 13 manat almışam bir istəyəcən şey. Anama deməyin. Pizza, Allahın pizza. Pizza necə? 26 manata pizza aldım. Mən neynədim? 12 idi, yata bilərdim. Olsun, nazar. Yox, pizzanda gözünü atacam kameramı. İtalyanlar deyəsən pizzanı bundan yemir, amma biz bundan yedik. Bu nədir? Üstünə saçlar tökülür belədir. Bahalı şey deyil, nədirsə yəqin ona. Mən bilmirəm deyə dedim. Sizdən əmək, sizdən məndən. Çox kəsə bilər. Heç iştahımı açmadı, elə bir saçlar tökülür, sizə demiş, dedim. Allah'ın izniyle buradayım, dayanmış görürsün. Buna bak, saçlar tökülür belə bir üstünə, görürsün. Oha. Mən də yiyir bunlar. Mən də acıdır. Süper abi. Heç bir də pizza yemək, heç pizza yemək. Çox bahalı yəqin ona görə.
Sabahın xeyir dostlar, necəsiz? Deməli gəldik bura. Yəni banana bread götürdük, siz gördünüz. Ama görün. Bir dənə də Amerikan verdim. Bu niyə Amerikan belə gətirdik? Deyirə bir şey espresso. Şübhəli sorularım. Su da gətirib. Görürsən mən bunu bundan qatıb eləməliyəm. Hayda bunu bir açıq cipitdən test soruşup gəlin. Sonra yerik. Actually, I guess this is espresso, yes? I need to mix in raw. It's like that, yes? Not as Starbucks, they are giving like that. I need to add here and like that, yes? No one will look at me weird. No. Okay, thank you so much. Rezil olduk, baba rezil olduk. Neyse soruştuk. Hadi bundan qat. Bu yarım seçən süzdü bu elə bura. Hopka durar, bunu qarışdır ver də mənə. Ha, indi mən bu Murat Hoca'da bax, hopkama bax. Mən öldüğümdə belə saçma bir şey. Amma bu nədir? Deyirəm ki, heç kim mənə qəribə baxmayacaq ki, eləsəm. Deyir, yo, baxmaz. Qızımız da qarabalaydı. Buz kimi. Mən istəyim, nə qəşəng görünür, ay gör da, çöhmə süper. Çox bir şey, abartma, adamlar çox balaca bir şey yəni. Bananlı şokoladlı çörək qəşəngdir. 8 manat da var. Heykəllərin başı niyə yoxdur? Bilən varsa bizi yorumlarda məlumatlandırsın. Heç birinin yoxdur. Dostlar, bahalı yerə gedirəm demişdim, amma bu demək deyil ki, bura gedirəm. Dostlar, burada fikrimizi də yayındırırlar. Deməli, mən öz telefonumu verib, yenisini ala bilirəm. Təxminən bizim puluna 2400 manat üstünə gəlir. 17 Pro Max alıram, 14 Pro Max-ı verib. Aldığımız isə budur. Və təbii ki, tavan süperdir, bura baxın. Riskli işlər yenə, tax free götürdüm, götürməyin. Amma mənim Europe'da residence permitim var axı. Dedi ala bilməyəsən, dedim sən yenə ver, yoxlayaram. Dostlar, indi göstərəcəyim şeyi başa düşən düşdü. Kimə istəyirsiniz göndərə bilərsiniz. Dostlar, bayaqdan ancaq oraları görürsünüz. İndi mənlə bərabər görün bir dənə. Mənlə də bərabər görün. Bizim belə mutsuz olduğuna baxmayın, bütçəm qutardı ona görə. Bunu da göndərə bilərsiniz. Ne güzel yerler, ne güzel yerler. Ne güzel yerler, ne güzel yerler. Dostlar, ters işıqlar ama boş vereyim. 24 manatını görürsünüz. Mən dedim ki, spaget tərzi bir şey istəyirəm. Bu dedi yoxdur. Mənim getdiyim, normalda istədiyim yerdə çox sıra var idi. Dedim ki, gəlin burada oturun. Az buna qoxur. Dadlıdır ha dostlar. Bol pendir dağı alıram, süper dadır. Deməli dostlar, bayaqdan bir dənə xəbər aldıq ki, bizim uşağımız oğlan olacaqmış. Mavi də geymişəm, təsadüfə bax. Ona görə mənə deyir ki, get şeylə boya al, nə bilim nə. Girdim bir dənə mağazaya, deyirəm ki, boya alacağım. Deyir nə üçün? Deyirəm ki, əlini vuracaq, belə göstərəcək. Kişi şokla baxır. Təzədən videonu göstərdim. Deyir bizdə var, amma rəng üçündür. Bilmirəm, ələ vuradı. Nəsə olar, olmaz. Məni yönləndirdi ki, orada bir dənə art store var, nə 1.7 kilometr. Get dedi, oradan soruş da, ora gedirik. Gedək görək başımıza nə gəlir. Gəldik o yönləndirdiyimiz mağazaya. Buradakı da deyir ki, hamısı allergiya yaradacaq, vermir. Mağazada hər cür boya var. Deyir olmaz amma.
Deyirəm satında deyir yox. Allergiya verər birdən. Necəsiz dostlar, çoxdan görüşmürük. Bunlar da mənim üçün araşdırdı. Başqa bir mağaza dedilər ki, ora get. İp üçün də göz bağlama şeyi də almaq lazımdır. Dedi burada Çin mağazası var. Birinci ora get, o göz bağlamalı. Sonra bu bir tərəfdən mən əlaqə saxladıq, soruşduq, varlarıdır. Bunların filialı falan deyil, ha, tamamilə fərqli mağazadır, amma sağ olsunlar, kömək elədilər mənə. Bilin bakalım ne oldu. 20 dəqiqə yeriyəndən sonra 14 euro dedi birincisi 1 litrinə. İkincisi də dedi ki, çox da uyğun deyil, məni yenə yönləndirdi başqa yerə. Davam edirik də, nə işimiz, gücümüz yoxdur. Dost, ay saçma ne olub? Olur öyle şeyler, aramız yaxındır. Tapdım. Amma bilin bakalım ne oldu. 6 dənə rəng var idi, qutuda satılırdı. 12.5 euroydu. Amma 6 dənə rəngi neyniyəcəm? Onsuz da istifadə edilməyəcək. Bir damcısı lazım idi onun bizə. Dedim tək mavisini mən sat da. Dedi, nuh, belə elədi. Dedim çəkin, canı sağ olsun. Gedirik hara? 5-ci məkana. 6-cısı da var, o mənim qaldığım yerə yaxındır. Mənim qaldığım yer amma bura çox uzaqdır. O axşama üşək. Keçək yolu. Dostlar, getdiyimiz yerdə yoxdur dedilər. Artıq çıxa bilmədik. Mənim gətirdiyi yola bax. Yarısını çıxmışam hələ. Gedək dondurma yeyək. Bayaq yeməmişdik. Tiramisu çox uzaqda deyil. Mən ChatGPT dedi ki, sənin yaxın olan yerlər yaxşı deyil. Get dondurma ye, sabah yersən tiramisunu. bir kokusu mu var? Bir bok kokusu mu var? Biri sıçmış ya her yere. Biri sıçmış her yere yani. Bura dəhşətli qoxur. Bu nə daha Tovuza mı gəlmişik? Romaya mı gəlmişik? Bəlli deyil. Vecinə də almadı. Ayda bir dənə 100 qram kalori alacaq. Bu nədir? Qutarmır ki bu körpülər. Körpü ha. Dilim dolaşıb da görürsünüz nə yaşayırıq piləkən. Aman tanrım. Oh my god. O neydi qız? Dostlar, gəldik. Deməli bir dənə fıstıqlı, duzlu fıstıq. Duzlu fıstıq, fıstıq duzlu, nəsə ondan. Bir də ki, çurabiyə. Fıstığının dadına baxdım, ideal idi. Çurabiyəli ilə belə də. Toplam nə qədər verdim mən? 7 manat. Normaldır deyəsən. Dostlar, sizi məlumatlandırmağı unutdum. Rəng tapdıq, 7.60 euroya aldıq. Bir dənə də bayraq aldıq. Boşqab çox bahaydı, almadıq. İnşallah qaldığımız yerdən istəyəcəm. Ay, çox velosiped var, gözlə. Əlimdən telefonu da artıb apararlar, cibimdən çıxartmıram. İşte dedim, məlumatlandırım da, indi gəzək biraz özümüzün, görək sendviçlər varsa take away eləyək, aparaq, gedək qaldığımız yerdə də yeyək. Dostlar, deməli gəldim buradan, dedim bundan alım, sendviç yox idi. Mən bunu qoyur, deyirəm ki, bundan istəyirəm də burada var idi. Deyir, eyni də aparı qoyur, deyirəm ki, aynı insan bundan istəyirəm, mən sifət eləyir, deyir, eynidir. Cəmilə, bunun nə eynidir, bir bunun üstünə bax, bir bunun üstünə bax, deyir, desəm başa üstəyəm, mozzarella deyib durur. Cəmilə ki, cəmilə. Dostlar, özümü çəkilmişəm kimi göstərim, bunları görürsünüz də. Deməli, qız maşın park eləyə bilmir. Biri qabağa, biri sağa deyir, 3 dənə padruqası düşürdü. Papalacadır maşından, yerə sığışmır, amma ayarlaya bilmirlər. Amma birisi gedir kömək çağırmağa. Gedir, baxın. O bu gördüyünüz şəxs odur, gedir ki, kömək çağırsın. Yox, kömək çağırmırmış, bu ağ maşın var, odur. Təzə yer axtarırlar, sığışmadığının fərqinə vardılar. IQ-ləri yaxşı da, tez başa düşdülər. Dostlar, turnayı gözümdən vurdum. Qızımız Amerika. She's from the USA. Do you want to say anything to my followers? Hi, I'm Ellie. Okay, we just met in... I will speak in my language, sorry. Bye. Burada görüşdük, qidalarımızı bölüşürük. Instagramdan falan da izləyirik bir-birimizi. I just said that she's so kind and we just met here and now we're just eating something here. Okay. Now we can fully continue English, no worries about that because probably it will be 2-3x. Are you a Taurus? Yes, what about you? I think I'm a Scorpio. Really? My sister is Scorpio too. Really? Is that a good thing or a bad thing?
This one. Arada böyle şirinlikler eləyək dostlar. You forgot. After, buradan sonra da gedəcəyik marojna yemək. Not marojna, dondurma yemək. Sorry. What are your favorite foods from Brazil? In my language, Khanjali we say it's I like spicy. Have you ever had takis? what? Takis? Of course, in Serbia I tried it. It was perfect. I feel a little bit the color taste when I eat The food. blue scares me a little bit. It feels like it shouldn't taste. But never mind. Have you tried shanduya? No, even it's my first time to hear that. Okay, do you want to try it later? I have it here. You too. have? It's chocolate. I don't know if you Oh, I'm a big lover of chocolate. Do you like hazelnut? I like. Okay. No. And the first person was me. The doctor suddenly just chat me, and everyone asked me who what's that? What's that? And I said, send me money, I will tell. And I got a lot of money Oh, today. really? With the money. You're being entrepreneurial. I'm studying business. Oh, there you are. Dostlar, deməli, gedirik şeyə. Ice cream. We were just going to eat ice cream. Ooh, gelato. Yes. What's the place name? It's called Pico Gelato. Pico Gelato. Okay. After that, we will rate it, and you will see that. Do we recommend it or We might no? be going the wrong. Oh my God! Don't believe in her. You know. Okay, now We were going to the wrong side, but never mind. just getting a little walk. That was an experience for us. Uşaqlar, Ramazanın nə olduğunu bilir. And you said that, for example, you are just opening it. What is its name? What? When you open it, Oh, when you break your fast? Yes. Iftar. iftar. You see? And then in the morning it's suhoor. Oh my! You know it's Yeah, Turkish form. Oh, really? In Azerbaijan, we say imsak. Imsak? Yes, Ah, you say that. interesting. Yes. Yeah. I'm in shock right now. And she tried. I did. How was the experience? I think it was the sleep was harder than the fasting because you have to wake up so early and then you don't know what to do with the rest of your day unless you decide to go back to sleep. Like I can't imagine doing it for a whole month and then losing Yes. your sleep schedule. Okay, how many days did you try it? Oh, literally just like one day at a One time. day? Yeah. Uh-huh. But you could stand till the end, yes? Maybe. Maybe, but you're like, I think it maybe would it's be tough. I feel suspicious. like So we right lost. there. No, it's right there. Ah, it's there, okay. She never used the Pacific Crossway actually. But Okay. Look at light, just last time. Dolandırıldık. that's really good. Olivia James. Vay, alttan çıxardır. Xarab olmasın aya. So, she has chosen... I got tiramisu and Greek yogurt. You like both? Mm-hmm. Do you want to try them? No thanks. Mən aldım, bir dənə içkili aldıq, yenə həmişə kimi, bir dənə də mango. Bir də mango. Okay, mən yoxlamamışam, gözünü yoxlayaq gələk. Dostlar, yoxladıq, gəldik. Deməli, bu mango olan çox da fresh olduğunu düşünmürəm. Okay dadır. O birisi bildiyin içki dadır. Yəni dondurma olsam bura gəlməzdim. İçki dadır. Yəni dondurma olsam bura gəlməzdim. Adı nədir? Pico. Pico yox, o mənim o birisi getdiyim mağaza daha qəşəngcik. İzdan. Dostlar. 33 yaşım. Yo. Ya burada bir dənə qapı var. Bu qapını açmamışıq. Bilmirik kimsə yaşayır mı, yaşamır mı, ancaq bizim qaldığımızdır mı? Qapının açıq olduğunu gördük bayaq və ona görə Ali told me that to open there. Evet. Ben izləyicilərimə də göstərər qız.
guess it's just more rooms. You can stop the video. Dostlar hazırsınız. İkinci günümüze başlayırıq. Üzümə baxıb, floresanla vazelin eləyib. Hamısını şey evdə qoymuşam. Dəmləndirəcəm. Deməli, bax bura hostelimdir. Bunu görürsünüz. Bunun qırıq olmayan versiyasını fitdim buradan. Xəbərlər olmaz inşallah. Amin. Sizə özəl qonağım var. Bütün gedirik ondan görüşməyə. Qətiyyən kim olduğumu bilmirəm. Dostlar, aldığıma baxmaq istəyirsiniz. 8 manat. Süper. O çox qəşəngdir. O içinin harmanı, o üstünün xırçıltısı, şokoladı möhtəşəmdir. Dostlar, deməli gəldik, düşdük metroya. Bunların metrosu Allahdan Parisdəki kimi deyil, normaldır. Səliqəli xəttləri var, bir dənə 2 dənə xətti var. Həll edib gedirsən. İndi gedək birinci metro. Buna bax, metronun gününə bax. Bir də Bakı metrolarına bax. Güya Avropadır. Dostlar, bayaq anons bilirsiniz nə elədilər? Diqqətli olun, əşyalarınız oğurlana bilər, nə bilim, oğrular var, zatçı. Təbii ki, ingiliscə dedi, Azərbaycan da tərcüməsi biraz qəribə çıxır. Bildiyin anons elədilər ki, diqqətli olun, belə güvənliksiz ortam olar. Güvənliklə alaqalı çox sıxıntımız var. Güvenlikle alakalı hiç Dostlar, market videoma xoş gəlmişsiniz. Bir dənə su aldıq, 33 milli ya da yarım litr, bilmirəm, 90 qəpik. Yarım litr. Sizə göstərim bildiklərimi. Sizin qarpızınız var, heç amma bizim burada var. Kilosu 4 manat 60 qəpikdir. Orada kəsilmiş, dilimlənmişi də var. Sizin heç belə yemişiniz də yoxdur. Sizin belə ucuz manqonuz da yoxdur. 2 evro. Kilosu 2.75 evro. Bu necə bir pomodorodur? Belə pomodoro olur. Misal üçün, birincilək 360, 360, Bakıda 10 manatdır. Endirmə düşüb, bizdə heç vaxtda düşmür. Sonra belə gözəl məhsullarımız var. Böyüyü bu qiymətə, kiçiyi də bu qiymətə 4 manat. Nə hesabda bildim bunu yox. Aha, calvə Türkiyəndə yeyir. Bizdə varmı? Bizdə yox desməmirəm bu. Bu niyə belədir? Siz aydınlaşdırarsınız, mən bilmədim. Oha, qarğıdalı unlu makaron var. Bagajımda yer olsa bunlardan birini alıb apararam, yoxlayarıq bir yerdə. Az, bu nədir? Qapqara. 3 manat. Mikro qiymətlərini görə bilərsiniz. Növünə görə dəyişir niyəsə. Şeydə endirmə düşəndə 2 manata düşür elə. Manat olaraq. Öz qiyməti 3 manatdır. Şey dediyim bərabərdir Buxarest. Belə fıstıqlı da varımızdır. Belə gözəl məhsul. Lint hər yerdə olur. Bunu da aydınlaşdırın. Canlarım, gözlərim sizlər üçün Nutellanı çəkeyim. Ən böyüyü, ortası, balacası. Все dostlar, market videomuz bu qədər. Böyük marketdə amma belə qurudur. Tavana falan baxın, adamın heç alış-veriş eləyəsi gəlmir. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Santa Claus is coming to town. Dostlar, bu nədir? Trasa çıxmışam, elə bir. Yol yoxdur ki burada. Məpə güvənənə bax da. Ay Allah, sumkam zətdə düşdü. Dostlar, deməli gəliblər, dayanacaqdadılar. 2 saatdır bunları gözləyirəm. Ya Rabbi, şükür, ya Rabbi. Hoş geldiniz. Merhabalar. Merhaba. Abi bu ne? Haradasınız siz? 2 saat düz, 2 saat. Sapıqlaşdı. Necəsən? Deməli dostlar, qaldığımız yeri görürsünüz də belə. Oranı göstərim sizə. Özüm vermirəm deyə pulu, maşın gəlir, keçin qırağa. Bunlara baxa, özüm hostelldə qalırdım. Necə təəssüratlı, günümüz başlayır. Əlaqə şey. Sən şuji hava isti çıxdı. İsti çıxdı ha özdə elə. Elə cümlə var, isti çıxdı. Belə bir məhsul. Belə bir məhsul. Və belə bir məhsul. Vay başımıza gələnlər dostlar. Bu girdini aldıq. Mən tərcüməçi, mən bildiyim tərcüməçi. Sephora'ya girdi, Chico'ya girdi, nə bilim, neçə manat xərclədi? 300 manata yaxın pul xərclədi bunlara. Mən pul istəyəndə mənim pulum yoxdur deyir. Sonra belə deyir, mən yoruldum, mən halbahalam, mən şey eləməli. Ay qız göstərmə, oğurlayacaqlar deyirəm, hələ də göstərir bu qız. Nəysə, girdik, halbahal oldu bu, indi oturduq bura. Sonra Mirzə deyə biri var. Kim olduğunu biz əməlli bilmirəm, köhnə iş yoldaşı deyəsən. Təyyarədə də bir gəliblər, sən çəkmə deyirsən, buxağa bax, maşallah. Heç nə, onu 1 saata yaxın gözlətdik, bu gözlətdi daha doğrusu. Sonra da dedi ki, o filan yerlərə gedək demişdi.
Ay mən şeyim oturmalıyam nə bilim nə dedi. Oturduq saxladıq. O dedi ki getsizsə. Mən Azərbaycan dilini yan izləyim. Getdi oradan özünü pis vərdişlər almağa ki siz oturun burada gəlir. Heç nə bu qədər sizi məlumatlandırım dedi. Mənzərəyə bax. Oh my god. Very very delicious. Oh, very delicious. Oh my god. Dostlar dolandırıldıq. Dolandırıldım da. Deməli səhvən bizi Vatikanın içinə saldılar. Amma bizim planımızda Vatikan sabah idi. Ona görə sizə bir dənə belə göstərim. Bəs bundan sonrası o birisi videomuzda olacaq. Çünki 2 hissəli paylaşacağam. Bu bir gizli çəkimdir. Bunlar oturub buradan bizi gözləyirlər. Bu nədir? Bunun yeyimi yaman zəifdir. Yaman zəifdir onun yeyimi. Ne içiyorsun yurda? Gelmişim buranın düğünü yeri. Ay bu gördüğünüz adamın. Deməli dostlar ne oldu? Geldi bura bu gördüğünüz kadın bayda dua edirdi. Başınıza belədir satı da cildi. Mən dürdür bölümü değişti. Ola bak onu yuxa apardı değil. Ondan sonra duası kurtardı. Böyle kapelelir. Ağa dördü. Deməli dostlar, buradakı ən məşhur 2 dənə yeri var. Biri Pompi, biri də Two Size tiramisu yemək üçün. Gəlmiş indi Two Size yoxlamağa. Mən pistachio, sənki də fragola deyəsən çiyələklidir. Birbirimizin üçün yoxlayacaq. İnşallah hep beni birbirinizin ağzına verirsiniz. İnşallah. Teyzəm yaman gülür mənə. Sağ ol teyzəm. Birinci narcunun dadına baxaq. Tut möhkəm tut. Wow. Wow yani. Oh my god. Very very delicious. Tez elə videoda olduğu izleyelim çok da iyi. Postlara bak. Triplere bak. Cunlarınçı 9. Cunlar çok bilim. Mən kimdən tut quyruğundan tez elə. 6-7. Cunlarınçı süperdi. Deməli dostlar başımıza gələn bu Two Size yediğimiz yer var restoranı idi biz elə belə oturmuşduq. Da Two Size'da oturmaq olmur. Sırada oturmağa da yeri yox. Deməli bir də sonra ofisant gəldi dedi ki, nə sifariş verirsiniz, baxdınızmı? Mən yalına dedim ki, indi menyuya baxıram elə indi. Hə, mən dedim ki, yalına çək eləyirik də bunu. O dedi, hə, yaxşı 2 dəqiqə yaxınlaşıram. Sonra dedim ki, çay varmı? Narcı çay istəyir. Dedi, hə, var. Menyuya baxdı ki, qiyməti yoxdur. Allahın birasını həm 12 manata zada satırlar da. Normalda Avropada bira ucuzdur da, bilir. Bira, pivə ucuzdur da. Durduq, çıxdıq indi oradan. Hara getdiyimizi də deyim. Yenə Cunlar xanım bizi işlədir. Qolbaq alacaqmış özünə. 55 dəqiqəmiz var. Cunların adımını bilirsiniz də yavaş-yavaş eləyir. 35 dəqiqə haqqda piyada yoldur. Ucuzuna mağazanın bağlanmasına çatacağıq və alacağıq Allahın izni ilə. Mən belə saçma şey görmədim. Bu yerdə butulkaları görürsünüz. Kolezima girməyə gəlmişik. Polislər burada yoxlayır, qapaqlarını atır butulkanı. O butulkanı mən qəsdən almışdım ki, su dolduraram. Çünki burada su pulsuzdur. Deməli dostlar, bu gün ildə bir dəfə olan Kalizeydəki nəsə Şam günüdür. Mən görə bilmirəm, siz görün. Dostlar, baxın, tapdım sizin üçün. Bayaq bir şey görmədim. Bu nə mərət işıqdır, sola qoyublar. Dostlar, birinci bunu çəkeyim, hara çıxdığıma baxın, kötüyün üstünə çıxmışam. Şahri sağ olsun, kömək elədi. Sizlər üçün əlimdən gələni edirəm. Bax, görürsünüz bunları. Aleykümə salam, bu çox bizə salam deyir. Burada belə şeylər var. Nəsə Şamla əlaqəli bir şeydir. Araşdırıb ChatGPT-dən yazdığımı düşünürsünüzsə yanılırsınız. İstəyirsinizsə siz araşdıra bilərsiniz. Kolezyumu da baxın. Dostlar deyirlər, ey yüce Rabbim gəzmə yolda şans verir. Vermir, valla vermir. Halbahal oldu. Bunlara bax sən. Kanalıma xoş gəlmisiniz. Yoxdur, kitabımı ver. Bakıdan gələnlər videom. Bundanımız var. Bu normalde açır, mən özüm xüsusilə Harry Potter istəmişdim. Açdım ki, bu şeyi qoyub, Mona Lisa'nı qoyub. Dünən bir dənə ağzıma gələnləri dedim. Sonra belə gözəl çantamız var. Çantamızın içində özəl sürpriz. Fıstıq kaju, ən sevdiyim. Heç vaxt almırdım çünki bahadır. Maysə xanım,
Anne. Sonra bu nerede? Bunu göstermiyor. Bunlar ayıplı şeylerden istemişim. Çok. Mikrofonumuz gelip mikrofon. Zarfkası var inşallah. Amin. Sonra Ruminlər mayonez nədir bilmir. Mayonez alırsınız. 2 manat 70 qəpik. Neçədir bu? 2 manat satda. Ucuzdan. Möhtəşəm dadır. Heinz'dır, nə bilim, Calvedir, nə bilim. Marka mağazaların özüncüdür. Zay at o yana. Sonra nəyimiz var? Bu günəş kremi illərdir almış. Abartdım da barədə. Keçən almışdım, keçən aldım, qurtarmamışdı. Bunu təzə almışdım, qalmışdı orada. Heç də bundan var. Günəş kremi. Bunlar istifadə eləməsin deyə özümə gətirdim Bakıdan. Sonra düyü. Düyü nədir bilmir bu Avropalılar. Nədir bilmirlər. Bunlar düyü adından nə yeyirlər özü bilmir. 1 kilo düyümüz var. Ondan sonra ən ucuz və dadlı ketçup acılısını alın. Möhtəşəm Big Chef adı. Türk şefi adı yadımdan çıxdı. Çox da fikir verməyin. Oh my god, what is that? Sonra dərmanlar. Yara bandı. Yara bandı öncə neçəsini istifadə elədim. 3 dənə vermişdiniz yara bandı. Hə, bunlar özün üçün verib. Mənimkilər açıq deyil. Sonra bir dənəyimiz var, heç nəyimiz. Hamınıza təşəkkür edirəm. Sağ ol. Ən önəmli şeyi unutmuşam. Leyla xanım. Leyla. Leyla. Anne. Leyla xanım bizə bunu üstü bağlıdır. Yox. Bizə görün nə göndərib. One eternity later. Anam nə çoxdur. Dostlar, içi vişnə, burmalı, üstü kremli və şokoladlı. Şokoladımız da Toblerone. Ha, elə belə düşünməyin. Leyla xanım, sizi çox sevirəm. Təşəkkür edirəm. Ay Leyla adına kurban olun. Bayılırım Leyla adına. Gör Azerbaycan'da bence en güzel at Leyla adıdır.